Son günlerde Türklerden bir teleserialı izledim internette. Kral Kaybederse. O da neye göre? Çünkü bu film bir psikiyatr Gülseren Budayıcıoğlu'nun yazdığı kitap esasında çekilip ve narsisti gösterir. Yani narsizm nedir? Onu əks ettirir. Buna göre baktım ki doğru mu? Yani narsizm çünkü 21. əsrin en büyük belasıdır. 19. əsrdə isterika idi. İsterik olan insanı tanımaq asandır. 20. əsr depressiya dövrü daha çok. Depressiyada olan insanı da bilirsən. 21. əsr artık insanlar o kadar manipulyasiya olundu ki narsizm dövrüdür ve açık narsisti yine az çok bilirsən, gizli narsistleri yok ve bunlar cəmiyyətin, insanlığın en büyük belalarıdır. Çünkü narsistler hiç müalicəyə də getmirlər. Narsistler ümumiyyətlə sevgi nədir bilmirlər. Narsistler ətrafdakı insanları sömürüb boş bir qabığa döndərirlər. Və 26 il narsistlə yaşadığım üçün bunu bilirəm. Və sən kimsəyə heç nə izah edə bilmirsən. Sadəcə narsistlə yaşamaq artıq sənə insanları tanımağa, manipulyasiyaları daha tez görməyə imkan verir və narsistdən ayrılmaq o deməkdir ki, sən rəzil olmağı gözə almalısan. Çünki narsist o kinodakı narsistdən fərqli olaraq orada da əlbəttə özünə artıq lazım olmayanlara asanlıqla, amma çox vaxtı boşanmaya icazə verir. Bəlkə də düşünür ki, o narsist, o qadınlar boşansa da o onlar üzərində asanlıqla nəzarəti əldə edib istədiyi vaxtı istifadə edə bilər. Çünki narsistlər özü gedirsə o başqa məsələ, amma ona aid olan insan yanından gedirsə o hər vasitə ilə, hər cür rəzil, iğrənc üsullarla o insanı geri qaytarmağa, onu qaralamağa, onu böhtan atmağa, şər mənbəyi etməyə, yəni əl çəkmir. Yəni narsistlə boşanmaq dediyim kimi rəzil olmağı gözə almaqdır. Boşanmasan da ölümü gözə almaqdır. Çünki ya dəli olacaqsan elə insandan ya da öləcəksən vaxtından əvvəl. Və Kral Kaybedersə filmində də biz belə deyək də insanların çoxu kralı Kenan Barana elə bir yansıdır. Amma burada mən kral olan Halit Ergenci gördüm. Çünki Halit Ergenç bu rolu o kadar gözəl yansıdır mimikləri, bədən dili ilə. Amma elə fikirləşir ki, kral olan Kenan Baran mı? Yox. Kral olan Halit Ergençdir. Və Halit Ergenç rolunu o kadar peşəkarlığa, yəni ümumiyyətlə həkim ol, müəllim ol, fərqi yoxdur. Usta ol, ev tikən ol, bənna ol deyək. Yəni bunların ustadı olmalısan. Və orada Kenan Baran harda kral olur ki, bir qadın gedən kimi, yəni qadınlar gedən kimi o bir anda yıxıldı. Yəni bütün üzünə vurulan şpakulovka töküldü. Yəni maskalar düşdü. Burada kral olan, yəni Halit Ergenç'in o rolu o cür gözəl oynamağıdır. Və Halit Ergenç elə bir ki, təkcə burada yox, ən çox sevdiyim obraz Vatanım Sənsindəki Cevdet obrazıdır. Sonra Mühtəşəm Yüzyıl, sonra Min Bir Gecə, sonra bu film. Yəni bu insan yaradır. Ona görə də o boyda enerji verir və pariklə də deyir, mən qala bilmərəm, çıxarıram. Mən də şəxsən pariklə başımda, yəni özüm olmayan, gerçək olmayan bir şeyi gəzdirə bilməz. Və məncə İstəyirsən hər bir şeyin ustası ol, amma sənin xarakterin, şəxsiyyətin yoxsa, sən o filmlərdə də onu yansıda bilməzsən. Məsələn, deyirlər, Kıvanç Tatlıtuğu dəvət ediblər birinci bu filmə. Məncə o onluq deyildi bu film. Yəni o ancaq drama, sevgi, xəyanət, belə şeylərdə oynaya bilir, onları yansıda bilir. Bizdə də Azərbaycanda da Halit Ergenç kimi öz sənətinin kralı olacaq. Mən Fuad Poladovu daha çox görərdim. Amma bizdə paxıllıq, bizdə qısqanclıq, bizdə meydanda olan insanların, film çəkən insanların da başarısızlığı, yəni Fuad Poladov da bax bu cür kral kimi rollar yarada bilərdi filmlər, yəni filmlərdə. Var, onun filmləri var, teatr tamaşaları var, amma o adam, o böyük ustad Fuad Poladov o potensialını bizim cəmiyyətdə göstərə bilmədi və nə qədər göstərə bilməyən insanlar var. Beləliklə narsisti görmək istəyirsinizsə, Kral Kaybedersə teleserialına baxa bilərsiniz. Onu məsələn insanlar o qədər bizdə, Türkiyədə filmə o qədər bəzən özlərini kaptırırlar deyirlər. Hətta onlarda Kurtlar Vadisinə Çakır öləndə ona
dəfn mərasimi zadı düzəltmişdilər. Yaxud filmdə mənfi rol aparan insana gündəlik həyatda hücum zad eləyirlər. Amma yəni bu Kral Kayıb edərsə də çoxu gözəl rol aparır və rolu elə gözəl aparır ki, rola nifrət yaranır. Amma Kenan Baranı görürəm ki, narsist olsa da çox insanlar xoşlayır, Kenan Baranın acıyır. Kenan Baran ölüm qorxusu olmasaydı, o panik ataklar, o cür şeylər olmasaydı və öz pisliyinin fərqində olmasaydı, yəni o heç vaxt psixiatrda getməzdi və psixiatrda onun üçün bir avtoritet olmalıydı. Gülsərən həm də qadın idi, çünki onun qadınlara zaafı var idi, çünki onun anası narsist idi. Anası uşağını körpəlikdən bax bu cür pozmuşdu da, tamamilə kişilik pozukluğudur narsizm. Və o sonra da etiraf edir ki, mən həm anamı sevirdim, həm nifrət edirdim və onun intiqamını elə bir qadınlardan aldım. Və onun qadınları da əlbəttə onun yanında vitrində kraliça tipli bir qadın olmalıydı, Handan oldu. Sonradakı Fadi, yəni Fadi də belə deyək, onun əzik, içindəki əzik forması ki, o özünü güvənsizlikdən bu səviyyəyə yüksəldi və Fadiyə də hətta kitabda deyirlər fahişə kimi, yəni onu həmişə o cür adlandırıbdı. Yəni Fadinin getməsi onu niyə sarsıtdı ki? Yəni bir dibdən, bir varoş həyatdan, yəni bir çox kasıb, miskin bir həyatdan qoparıb aldığını sandığı Fadinin belə olması, yəni getməsi onu çox sarsıtdı ki, yəni necə ola bilər ki, o məni kral adlandırırdı və məndən gedə bilər. Sonunda Handan da gedəndə bu insan elə bil ki, 2 dənə dirəyi var idi. Çünki o yedəkdə qadın saxlamağı sevir, təklikdən qorxur narsistlər, evə ümumiyyətlə gəlməyi istəmirlər və evə gələndə də onu görürsüz və o özü üçün lazım olan enerji sonrası qurban insanları da tapır. Ona görə də mən analara tövsiyə edirəm ki, yəni o filmə baxsınlar, nə oğullar, nə qızlarını, qadınların içində də narsistlər var. Amma kişilərdə harası 70%-dirsə, qadınlarda 30%. Çünki patriarxal cəmiyyətlərdə oğul xüsusi imtiyaza malik olur, xüsusi yerə. Yəni onları da bədbəxt eləyirlər, onların da boynuna müxtəlif şeylər yükləyərək, yəni narsist bədbəxt insandır və Kenan kimi aydınlama yaşayan narsistlər, nə bilim, bəlkə də milyonda biri ola bilər. O da ki, dediyim kimi, psixiatr onun inandığı qadın olur. Amma o qadının yanına da gah gəlir, gah gedir. Ancaq o ağır vəziyyətdə olanda, artıq heç kimsə yanında olmayanda, hətta dostlarına münasibəti görürsünüz. Dostları özündən aşağı səviyyədə olanda onları kiçildir, əzir. Yəni, narsist həmişə başqalarını əzməklə, başqalarının gözündə ucalmaqla özünə elə bil o imici qazanır. Amma özündən yüksək, məsələn, orada Hikmət abisi var və yüksək vəzifədə işləyən, onun qarşıda görürsünüz ki, onun dediyinə razı düşür. Yəni, avtoritetə əyilir, amma özündən aşağı gördüklərini isə həmişə aşağılayır. Yəni, narsist bir insanı tanımaq üçün ilk meyar budur ki, o həmişə mən özü haqqında yox, başqalarını alçaltmaqla yüksəlməyə çalışır. Bir qadın vardı bir vaxt Facebookda ki, mən ona sorğulayanda, o mənə demişdi ki, sənin, nə bilim, 8 dənə bəyənmən mi var? Ay, mən 100 dənə mənim bəyənmə, yəni 200 dənə like eləyənim var. Yəni, görürsünüz, narsist yazdığıma cavab vermək əvəzinə məni aşağılamaqla özünü yuxarıya qoymaq istədi. Bu da ki, belə deyək, narsist yaşlaşdıqca həm yaxınları, həm ona qurban olan insanlar ondan uzaqlaşır və o qədər cılızlaşır, miskinləşir və demək olar ki, tək qalır. Narsistin qocalığı çox dəhşətli olur və əgər onu vaxtında qurbanları tərk etmirsə, o qurbanlarını da məhv edir. Yəni, bütün o daxili üzünə çıxır. Yəni, Halit Ergenç o qədər gözəl o kralı sanılan, amma əslində isə daxilində özünü soytarı bilən, özünü əzilmiş biri bilən insanı o qədər canlandırır ki, gözəl. Yəni, daxilini xaricə vurur. Onun o sürücüsü İsmailin evində qaldığı dövrdəki üzünü, mimiklərini göründə və sonunda da Gülsərən Budayıcıoğlu məcbur olur ona soyuq duş verməyə. Bəziləri deyirlər ki, nəyə görə Gülsərən o sərt sözləri
əvvəlcədən deməyibdi ilk gələndə. Çünki ilk gələndə sən narsist məcbur olub gəlibsə, sən ondan pişim-pişimlə danışmalısan. Birincisi də o özünü açmalıdır. Yəni psixoloq, psixoterapevt sənə çıxış yolunu göstərən adam sayılmır. Psixoloq, psixoterapevt sənə sənin anlamağa kömək eləyən, yəni sənin danışdıqlarınla sənə göstərir, müəyyən nöqtələrə vurğu qoyaraq və sənə anlatan, anlamağa kömək edən biridir. Sənə yol göstərən yox. Çünki sənə yol göstərsə də kiminsə göstərdiyi yolla sən gedə bilməzsən. Özün o yolu tapmalısan və ona görə də o həm Halit Ergencin özünü göstərməyinə, yəni özünün kim olduğunu izah etməyinə şərait yaradırdı. Həm də bilirdi ki, ona səhv davranırsa qaçıb gedəcək. Amma axırda sonda gördü ki, artıq insan qalxa bilmir, dibin içindədir, ölür. Məcbur oldu soyuq duş qəbul etdirsin ona. Onda da o anlayır və nəyə görə elə olduğunu qadınlara qarşı, yəni ki, çox qadın, məsələn, siz varlı insanları görürsünüz və o varlı insanların ətrafında çoxlu qadınlar, nə bilim, şan şöhrət, təmtəraq görürsünüz və düşünürsünüz ki, o insanlar xoşbəxtdir. Yox. Yəni milyon olsun milyonlar qazanır, sonunda nə onları xərcləməyə vaxtı olur. Ancaq qaçamaq ani bir şeylər edir və sadəcə pulunu artırmaqla onunla məşğul olur və məşğul olmayanda da bir günü görürsünüz. Yəni narsist çökəndə onun imperiyası da çökür. Demək ki, elə insanlar var ki, onlar güc onların özündədirsə, zaman-zaman həyatda sıfıra enirlər və yenidən qalxırlar. Sıfırdan yenidən başlamayı bacarırlar. Amma narsist, yəni psixoloji cəhətdən xəstə olan insan kiçik bir çətinlikdə zorda yerə yıxılır və onu qaldıra bilməzsiniz. Yəni əsas olan psixoloji sağlamlıqdır. Yəni psixoloji sağlamlığın yoxsa zamanla o psixoloji xəstəlik, psixoloji sorunlar içərisində böyüyür və sonra da səni fiziki cəhətdən çöküşə aparır və indiki dövr psixoz dövrüdür. Yəni psixologiya, insanların psixologiyasını düzəltməsən, indiki dövrdə, yəni dünyada bir yaxşı tərəfə dəyişim etməyəcəkdir. Ona görə hər kəs bacardığını etməlidir. Biri Tatyana Çernikova demişkən, hər kəs bacardığını etməlidir. Məsələn, sən gözəl övlad yetişdirə bilirsənsə, övlad yetişdirməlisən. Gözəl dərs deyə bilirsənsə, müəllim, həkimsənsə öz işindən, əkinçisənsə öz əkin biçini ilə, bağbansansa öz bağbanı, ustasansa öz usta. Yəni hər kəs gözəl bacardığı şeylərin etməlidir və gerçək xırda şeylər. Çünki saxtalıqla dolu, yalanla dolu bir cəmiyyətdə sən birdən-birə tam hər şeyi gerçək şəkildə eləməyə çalışsan, buna çox böyük cəsarət, iradə gücü lazım olur. Çox adam bunu bacarmaz, amma xırda-xırda nələrsə etmək olar və ilk öncə özünü və sonra ətrafında müəyyən insanlara toxunuşlar edə bilərsən. Beləliklə gördüyünüz kimi Kənan Baran psixologiyası o cür xəstə olduğuna görə milyonlarını itirir və hətta belə deyək, bağımlılığı onu qumar oynamağa da sürüklüyür və sonra dostları çox şey desə də, kömək eləməyə çalışsalar da heç bir şey eləyə bilmirlər. Çox insanlar onun dostlarınız adı qınayır. Yox, o özündə, insan özündə güc tapmasa, özündə dirəniş tapmasa, o heç nə edə bilməz. Və gördüyünüz kimi, onu sonunda yenə də huzur evində o yerləşməyə kömək eləyənlər olur. Elə Fadi özü də kömək eləyir. Fadi də yəni narsist idi, deyir, dinsizin öhdəsindən imansız gələr. Fadi başa düşdü ki, geri dönə bilməz, geri dönüş onun üçün özünün məhvi idi də və o gücü tapıb ayaq üstə dura bilir. Kənan Baran da sonunda nələrsə anlayır, amma Kənan Baranın bir yaxşı şeyi olur ki, o birinci anlayır, öz səhvlərini görür və onları düzəltməyə çalışır. Huzur evində ata-anasını itirib, nənəsi ilə yaşayan bir uşağa kömək eləyəcəkdir və təsəvvür edin ki, o boyda milyonlar sahibi Kənan Baran öz gülüşü ilə manipulyasiya eləyən, öz hərəkətlə manipulyasiya eləyən Kənan Baran sonunda özü gerçək nələrəsə möhtac qalır və onları yaratmağa məcbur olur ki, ölümdən qorxmasın, o bir dünyadan qorxmasın. Çox insan ölüm gələnə kimi, ölümü hiss edənə kimi hər cür pisliyi edirlər. Ölüm gələndə də qorxan elə
onlar olurlar və sonunda Kənan Baran ölümlə də barışır və yaxşı cəhəti də olur ki, o kitab yazır və Gülsərən Budayıcıoğlu da bu əsasda film çəkib. Yəni bir şeyin təsvirini, bir şey bu cür görməsən, siz onu anlaya bilməzsiniz. Hətta insanların bir narsistə yazığı gəlməsini də, yəni ki, o insanlar o narsistlərlə yaşamayıblar. Yaşasaydılar, yazıqları gəlməzdi. Amma yenə də bu narsist, belə deyək, öz imperiyasını yaratmışdı. Sadəcə özünü görmürdü içəridən. Amma sonunda gördü və nəsə ibrətamiz bir hekayət qoyub getdi. Həm də yenə də bu hekayətin qoyulmasında, kitabın yazılmasında da bir narsizm işarəsi var ki, o özünün unudulmamasını istədi. Çünki o böyük bir imperiyadan sonunda huzur evində tərk edilərək, yəni o cür ölümün onda qalmasını istəmədi. O yenə də nəsə bir iz qoymaq istədi, amma yenə də bu iz yaxşı iz idi və belə bir filmin çəkilməsinə və insanların narsistləri görməsinə gətirib çıxartdı və narsistlərə, əgər o insan aydınlanmırsa və narsist ilk öncə öz ailəsinə yaxşı olmalıdır. Yəni narsist kişi ya qadın, onlara yaxşı insan, onda deyə bilərsiniz ki, o ilk növbədə öz ailəsinə yaxşı ana yaxud yaxşı ər ola bilsin. Yoxsa ki, hər kəsə yaxşı olub, onu da ancaq öz xeyri üçün edirsə, yəni o etdiyi yaxşılıqların da görülməsini istəyir. O və bunu pohpohlanmasını istəyirsə, demək ki, yəni bu da insanların elə bir ki, namaz qılıb, oruç tutub Allaha rüşvət vermələrinə bənzəyir. Nəticədə də dünya sonunda bax bu cür yerə gəlib çıxır və narsistlərə və bu cür insanların hər cür pisliyi edib, sonunda neysə bir yaxşılığı edib və bütün o sömürdüyü insanları, qabığına atdığı insanların ahını almaq deməkdir. Əgər siz belə insanlara haqq qazandırırsa, yazığınız gəlirsə, elə qarşı tərəfdəki insanları günahlandırırsınızsa, demək ki, siz filmdən heç nə anlamayıbsınız. Mən nə yaxşıdır, nə pistir demirəm. Sadəcə çalışın övladlarınızı bax bu cür yetişdirməyin. Ya qurban rolunda, ya da ki, pohpohlayıb, ona saxta böyüklük yansıdıb, onu o cür olmağa məcbur etməyin. İnsanda zəifliklər də var, güclülüklər də var. Əsas odur ki, əsas olan yaxşı ya pis olmaq deyil. Əsas olan olduğun kimi canlı olmaq, gerçəkçi olmaq və öz zəifliklərini etiraf etməkdən, öz zəifliklərini görməzdən gəlməmək lazımdır. Güclü insan o insandır ki, öz zəifliklərini də bilir, öz güclü tərəflərini də bilir, bunları da qəbul edir və səhvi olanda da etiraf edə bilir. Bunları edə bilməyən, sırf vitrin kimi, sırf maska altında yaşayan insanlar sonu Kənan Barandan da pis olur. Hər kəsin az çox aydınlanması diləyi ilə, xoşça qalın.